Yəni təsadüfi deyil. Müəyyən bir razılıq olacaq böyük ehtimal Ermənistan və Fransa arasında silah alış-satışına dair. Azərbaycan tərəfinin tələbi odur ki, mövcud müqavilələr dayandırılsın və görünür buna əməl etmək niyyətində deyil, amma Azərbaycanla sülhə dair yeni səhifə açmaq niyyətindədir. Ekranlarda görürsünüz, bunlar Hindistandan alınan silahlardır. Niyə xatırladırıq? Çünki bu silahların siyasına yeniləri əlavə olunacağı qeyd olunur, xüsusən də Fransa istiqamətindən və Hindistandan da açıqlama gəlmişdi ki, ümumiyyətlə 2023-2025-ci illərdə silah ixracında ilk üçlükdə yer alan ölkə Ermənistandır və hansı silahları alıb Akash sistemi, Pinaka, Zen, eyni zamanda Akash NCS müdafiə sistemini görürük və davamı var. Biz sadəcə olaraq müəyyən bir qismini gətiririk. Bu silahların davamı olaraq biz fərqli Pralay balistik raketi ən çox danışdığımız texnikalardan biridir. ATACMS artilleriya qurğuları və qeyd etdiyimiz kimi artıq mütəmadi olaraq görüntülər də paylaşılır ki, cəbhə istiqamətində, şərti sərhəd istiqamətində istehkam qurğuları, daha doğrusu istehkamlar hazırlanır, bunkerlər qazılır və vurğulanan Kərki istiqamətində odur ki, xüsusən də iri-çaplı silahların yerləşdirilməsi üçün şərait yaradılır. Əlbəttə ki, bu silahlar sadəcə olaraq şərti sərhəddən kənarda saxlanılmır, yəni müəyyən bir hazırlıq təbii ki, gedilir.